Ona görə deyir, ey adam övladı, bu sənin ilk dərsindir. Ən birinci və ən əsas dərs. Bu dərs cənnət üçün də, mələklər üçün də, sonra isə bütün insanlar üçün də əsasdır. Allah Teala buyurur, ey insanlar, biz sizi bir kişi və qadından yaratdıq. Bir-birinizi tanıyasınız deyə sizi xalqlara və tayfalara ayırdıq. Allah qatında ən dəyərli olanınız, ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Hər şeydən xəbərdardır. Hücurat surəsi 13-cü ayə. Baxın, yaradışın başlanğıcında da elm var idi. Allah əvvəl kainatı yaratdı. Sonra insanları yaratdı. Və hər şeyi elmi ilə oldu. Elm ilk nazil olan şey oldu. İlk öyrədilən də elm idi. Qurandan ilk nazil olan ayələr bu böyük və mühüm mənanı təsdiq edir. Allahın elmini. Vəhyin ilk ayələrində Allah buyurur. Ələq surəsi. Səni yaratmış olan Rəbbinin adı ilə oxu. O insanı laxtalanmış qandan yarattı. Oxu, sənin Rəbbin ən səxavətlidir. Qələmlə öyrədəndir. İnsana bilmədiyini öyrətdi. Ələq surəsi 1-14-cü ayə. Nə ilə başladı? Allahın Əl-Əlim, hər şeyi bilən adı haqqında. O adla başladı. Ona görə kim Allahın elminin onun üzərində olduğunu hiss edərsə, bu güvənər. Rəbbim ki, məni bilir, görür, hər şeydən xəbərdardır. Güvən, əminamanlıq və Rəbb olan Allaha inanmaq deməkdir. Ona görə də heç bir şeyə görə kədərlənmə, sıxılma.